Qardaşım, İbn Teymiyyə doğulmamışdı. Bütün Əhlüsünnə imamları İbn Teymiyyədən qabaq hamısı bir ağızdan deyiblər ki, bu Əhlüsünnənin etiqadıdır. Bütün Əhlüsünnə imamları bunun üzərindədir. Allahın sifətlərinin mənası həqiqidir, məcazi deyil. Sifətlər həqiqi mənada başa düşülür, zahiri ilə icra edilir. Bu Əhlüsünnənin etiqadıdır və Əhlüsünnə bu əqidənin üzərində icma edib. O sonradan gələn o əşarilər var, cəhmiyyələr, əşarilər, mətudilər və s. Mu'təzillər. Bunlar hamısı sonradan baş verib. Amma Sələf-i Salih, 3 nəsil, hamısı bunun üzərində icma ediblər. Sifətlər həqiqi mənada başa düşülür, zahiri ilə icra edilir. Bunun, bu əqidənin İbn Teymiyyə ilə heç bir rabitəsi, əlaqəsi yoxdur. Heç kim deyə bilməz ki, bu əqidəni, bu dediyim etiqadı İbn Teymiyyə gətirib və ondan sonra törənib. Yoxdur belə şey. Məsələn, bax, İbn Abdülbar nə vaxt yaşayıb? Nə vaxt doğulub? 368-də hicrətlə düzdür. İbn Teymiyyə nə vaxt doğulub? 661. Nə qədər fərq var? 300-ə yaxın, 293 il. 293 il. İbn Abdülbar 368-də doğulub. Böyük Əhlüsünnə imamıdır. Muvatta əsəri yoxdur, İmam Məlikin. Onu şərh edib. Təmhid. İmam Zəhəbi haqqında deyir ki, Əl-İmamu, Əl-Allamə, Hafizul Məğrib, Şeyxul İslam, İslamın şeyxi idi. Abu Omar, Yusuf ibn Abdullah ibn Muhammed ibn Abdülbar Əl-Maliki, rahiməhullah. Düzdür? İbn Teymiyyə heç bir əlaqəsi yoxdur ki, özünün yazdığı Təmhid kitabında böyük əsəri var. Muvatta kitabın şərhidir. Orada belə bir söz deyir Emil. Gör nə deyir? Deyir ki, Əhlüsünnə mucmi'unə. Hə, Bəhruz. Əhlüsünnə icma edib. Qardaş, icma edib. Hamısı bir ağızdan, yekdil rəydədirlər ki, alə əl-iqrari bis-sifəti əl-varidəti kullihə fil-Qur'an və sünnə. Qur'an və sünnədə varid olan bütün sifətlərin hamısını iqrar etməyin üzərində Əhlüsünnə icma edib. Fərq qoyduqsa yox. Emil, fikir ver. Bütün sifətləri, Qur'an və sünnədə varid olan bütün sifətlərin iqrarı üzərində, yəni isbat edilir, iqrar olunur bütün sifətlər. Əhlüsünnə icma edib. Düzdür? Vəl-imani bihə və o sifətlərə iman gətirmək. Və həmlihə aləl-haqiqa, lə aləl-məcəz. Və o sifətləri həqiqi mənaya ihmal etmək, məcazi mənaya yox. Fikir vermin, icma edib. İbn Abdülbar icma nəql edib. Və həmlihə aləl-haqiqa, lə aləl-məcəz. Bütün sifətlər, eşitmək, görmək, elm, əl, üz, istiva, qəzəb, məhəbbət, bütün sifətlər həqiqəti üzrə ihmal edilir. Həqiqi mənaya ihmal edilir, məcazi mənaya yox. İcma edib Əhlüsünnə deyir İbn Abdülbar. İllə ennəhum, sözün davamıdır, hərf və hərf sözü demir. İllə ennəhum lə yukeyyifunə şeyən min zəlik. Sadəcə olaraq Əhlüsünnə və cəmaa bu sifətlərin keyfiyyətini bilmir, demir. Nəyin? Sifətlərin keyfiyyətini. Yəni Allahın sifətlərinin necəliyini, keyfiyyətini lə yukeyyifun.
Və əmmə əhlul bidə. Sözün davam edir. Amma bidət əhli minəl mu'təzilə vəl cəhmiyyə fəkulluhə yunkiruhə. Amma bidət əhli, cəhmiyyələr, mu'təzillər hamısı inkar edirlər deyir. Və deyiblər ki, bu sifətlərdən heç biri həqiqi mənaya ihmal edilmir. Kim? Bidət əhli. Mu'təzillər bütün sifətləri inkar edib axı. Cəhmiyyələr bütün sifətləri inkar edib. Həqiqi mənaya ihmal etməyiblər. Bidət əhli, el-mu'təzilə vəl-cəhmiyyə və kulluhə yunkiruhə deyir. Və həqiqi mənaya ihmal etmirlər. Və yəz'umunə, davam edir. Ənnə mən əqarra bihə müşəbbihun. Və deyirlər ki, iddia edirlər ki, bidət əhli, kim o sifətləri iqrar edərsə o müşəbbihdir. Deməli, var isbat edənlər əhl-i sünnə, var inkar edənlər bidət əhli. İsbat edənlərə də müşəbbihə deyənlər bidət əhlidir. İndi əşarilər, məturudilər bizə Allahın sifətlərini isbat etdiyimiz, iqrar etdiyimiz üçün bizə müşəbbihə deyiblər. Və biz də rahat şəkildə deyirik ki, cəhmiyyədirlər, bidət əhlidirlər, ona görə bizə müşəbbihə deyirlər. Çünki onlar iqrar edirlər ki, yəz'umun, iddia edirlər ki, iqrar edənlər müşəbbihələrdir. Biz də iqrar edənlərik. Deməli, bizə müşəbbihə deyirsiniz. Bidət əhlisiz. Başa sala bildim? İbn Abdülbar nə vaxt olub ki? İbn Abdülbar hara, İbn Teymiyyə hara? Bu, qardaşım, bu əqidə Əhl-i-Sünnənin bütün hamısının əqidəsidir. Əhl-i-Sünnə bu əqidə üzərindədir. Sonradan çıxan zirzibillər, onlar hamısı başqa şeylərdir. Bu qədər.